Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə. Bu gün məlumat vermək istəyirəm pensiya çıxmaq istəyən şəxslərə ki, yaşa görə, əyriyə görə vaxtından əvvəl necə pensiya çıxmaq olar. Əgər kiməsə maraqlıdırsa, videonun sonuna qədər izləsin. Hörmətli izləyicilər. Eyni zamanda sizdən xahiş edirəm. Videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsi bu barədə məlumat olsun. Mən bilirəm, bu videonu əyriyə olan şəxslər izləyəcək, pensiya çıxmaq istəyən şəxslər izləyəcək. Ona görə sizdən xahiş edirəm, mən özüm də əyriyə olan şəxsəm. Yəni, əyri arabasındayım, sizin hamınızın dəstək istəyirəm. Kanalımın bağlanma təhlükəsi var. 4300 abunə çatmır ki, yəni 10.000 abunə olsun. Dəstək olaq bir-birimizə, abunə yığaq, hörmətli izləyəcək. Kanala abunə olun ki, həm də digər şəxslər bu barədə məlumat olsun. Eyni zamanda mən onu qeyd edim ki, əyri olan şəxs kimi, hüquqşünas kimi və əyri təşkilatın rəhbəri kimi dünyanın 40 tanınmış əyriləri haqqında bu kitaba hazırlanmışa motivasiya kitabıdır. 20 manat satacaq. Qoy hamı bilsin. Bir də xahiş edirəm, hörmətli izləyicilər, mənim 1700-dən artıq şotdan birlikdə videom var. Daha fayda götürürsünüzsə kanala dəstəkçini iyanə edin. Qeyd olunan kart nömrəsinə, hörmətli izləyicilər, zəhmət olmasa. Belə keçən mövzuya ki, əyriyə görə, yaşa görə pensiyaya necə çıxmaq olar? Bilirsiniz, qanunvericilikdə qeyd olunub ki, 25 il əmək stajı olmalıdır və ya pensiya kapitalı. Qeyd edin ki, ağır şəraitdə işləyən şəxslər vaxtından əvvəl pensiya çıxa bilər. Qadınlar əgər onu işləyirsə, kişilər 12 il 6 ay işləyirsə. Amma orada qanunda bir incəlik var. Qeyd olunur ki, 2006-dan 2018-ə qədər işləyən şəxslər, istər qadın olsun, istər kişi, bir gündə işləyibsə, 1 manat da pensiya kapitalı varsa, artıq 25 il əmək stajı dövlət tərəfindən ona hədiyyə olur həmin şəxsə. Bu deməli ki, ağır işlə, yəni belə deyək, qadınların 10 il işləməyinə, kişilərin 12 il 6 ay işləməyinə ehtiyac yoxdur. Və ya əyri olan şəxslər əmək yaş dövrünə görə, yəni əmək yaş dövrü nə deməkdir? Yəni 15 yaşından hesab olunur, neçə yaşında əyri olacaq o dövrə qədər birinci qrup. Məsələn, 30 yaşına qədər, 40 yaşına qədər hər yaş dövrü üçün 4 ay əmək stajı olmalıdır. Hesab edin ki, 30 yaşına qədər olmalıdır, deməli 60 ay. Yəni belə 60 aydır götürəndə nə qədər? Deməli 60 aydır hardasa 5 il. Ümumi götürəndə 5 il staj olmalıdır 30 yaşına qədər. Hörmətli izləyicilər. Amma həmin qanuna baxanda